ay bala, ay uşaq, bu yolu getsən, sənin sonda seçimin bu olacaq. Bizim sujet xəttinin Slovopaçanla bir dənə o çöl uşaqların olmağıdır. Tamaşaçılar digər seriyalara baxdıqca görəcəklər ki, biz tamam ayrı bir şey eləmişik. Büdcə məsələsini danışmaq xoşlamıram. Çünki elə şeylər var ki, o büdcəyə heç bir aidiyyatı yoxdur. Bizim serialı başa düşmək üçün sən bunun 12 seriya, 12-sinə də baxmalısan. Bir filmi montajla yaxşı da eləyə bilərsən və yaxşı filmi pis də eləyə bilərsən. Düzgün montaj eləməsən. Mikrorayon tək 8-ci mikrorayon, 9 və yaxud da Sumqat ora aid eləməyək. Bu ümumi bir mövzudur. Mən deyərdim ki, bu bəşəri bir mövzudur. Salam dostlar, siz Podkast Kimi Adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bugün mənim qonağım rejissor Qulu Əsgərovdur. Qulu, xoş gəlmisən. Xoş gördük. Xeyirli olsun. Qəşəng verilişdə baxıram, izləyirəm. Çox sağ ol. Deməli dostlar, həmçinin kimi əvvəldə xatırladıram ki, bizim studiyamız podkast çəkilişləri üçün hazırdır. Siz də gəlib burada öz podkastlarınızı çəkə bilərsiniz, YouTube layihələrinizi edə bilərsiniz, reelslərinizi çəkiliş edə bilərsiniz və məndən bütün bu işlərlə bağlı konsultasiya da ala bilərsiniz. Uzun illərdir yığdığım təcrübəni sizlə bölüşməyə hazıram. Bundan başqa, əgər bizim layihədə sponsor kimi çıxış etmək istəyən şirkətlər və yaxud da hər hansı bir xidmət göstərən şəxslər varsa, onlar da bizə yaza bilər. Əlaqə saxlamaq üçün bütün vasitələr, e-mail, sosial media hesablarımız videonun altında var. Deməli, Qulu, son 2 həftədə artıq məncə kifayət qədər populyar olan, xüsusilə ictimai televiziyanın YouTube kanalında Mikrorayon serialı yayımlanır. Əslində bu gün səninlə həmsöhbət olmaq istəyimin səbəblərindən əsas səbəbi də budur. Səbəblərindən biri deməyim, əsas səbəbi budur. Amma bir həftədir ki, yox. İkinci həftəyə bir buraxılış gedirdi. 8 gündə hardasa belə. Mən seriyaya görə götürdüm 2 həftə. O yaxşıdır da bir tərəfdən, çünki 8 günə belə bir reaksiya səbəb olması məncə yaxşıdır. Mən nə yalan deyim, son müddət izlədiyim seriallardan, yer istehsalı seriallardan və ictimai televiziyada yayımlanan seriallardan hələ ki ən çox bəyəndiyimdir. Çünki mövzu yad deyil, məncə heç birimizə yad deyil. Mən istəyirəm ki, sən biraz bunun haqqında danışasan da əvvəldən sən bu layihəyə nə cür gəldin? Çünki layihənin prodüseri bilirəm ki, Sevinc Əliyevadır. Başlayaq elə əvvəldən. Layihəni Sevinç xanım təklif elədi mənə və səhv eləmirəmsə məndən qabaq da kimlərləsə görüşüblər də, yəni hansısa rejissordan normal bir şeydir. Və nəyəsə görə məndə dayandılar və mən Sevinç xanıma dedim ki, bu mövzu bayaq qeyd elədiyin kimi də, yəni mənə yad deyil, çünki bu ətrafda yaşamışam, böyümüşəm. Yəni nə mənada bu ətrafda? Yəni o şərtlərin içində böyümüşük o mənada, yoxsa necə? O şərtlərin yox, yəni ki, belə deyim də, belə şeylər gözümüzün önündə olub. Mikrorayon, biz misal üçün mikrorayon adını seçdik, daha doğrusu Sevinç xanım seçmişdi bu adı və artıq mənə mikrorayon layihəsi, yəni adı ilə, ideyası ilə falan belə təklif olmuşdu. Və biz fikirləşdik ki, mikrorayon tək, yəni 8-ci mikrorayon, 9 və yaxud da Sumqat ora aid eləməyək. Bu ümumi bir mövzudur. Mən də deyərdim ki, bu bəşəri bir mövzudur. Çünki Azərbaycanda da var, digər SNG ölkələrində də var və s. Məncə postsovet ölkələrində daha çoxdur. Deməzdim daha çoxdur. Elə dediyin kimi bütün dünyada məncə var. Çünki bunu başqa Hollywood istehsalı filmlərdən də biz süjetlərində görürük. Bu hər yerdə var. Sadəcə postsovet ölkələrində bunları birləşdirən ümumi bir çalarlar var da. Mən deyirəm ki, o ki irəliləyən dəqiqələrdə danışarıq o barədə ki, serialı Slovopaçana serialı ilə ondan da deyəcəyim sözlər o qədərdir ki. Sevinç xanım təklif elədi. Dedim mənə həm maraqlıdır, həm bu mövzuyla çox şey demək olar. Danışdıq, razılaşdıq. Sən ssenarinin bütün seriyaları tam hazır idi. Hamı ilə oxudun, tanış oldun, qərar verdin. Tam hazır idi, bəli. Bütün seriyaları oxudun. Bütün seriyaları oxuduq. Gərayla bəzi düzəlişləri elədik, çünki belə deyim də rejissor ştrixi mütləq olmalıdır. Qeyd edeyim ki, söhbət Gəray Həsəndən gedir. Mikrorayon serialının ssenari müəllifi. Gəray tək yazıb ssenarini, yoxsa onun həm müəllifləri var?
bütöv 12 seriyanı tək yazmışdı. Artıq mən gələndə 12 seriya hazır idi. Sonra Pərviz Həsənov qoşuldu konsultant kimi, yəni biraz müdaxilə eləmədiyi ssenari qalmayıb. Hə, Müdaxilə o- yəni nə mənada? Yaxşı mənada da. yaxşı Pərviz mənada. çox tam metrajlı filmlərdə, ssenarilərdə həm müəllif. dostumuzdur, buradan Bəli. salamlayırıq hər ikisini. İstedadlı insanlardır, yəni ki, belə bir üçlü komanda şəklində Gəray da sağ olsun inandı. İnandı və belə biraz ssenarinin üstündə artıq bir komanda şəklində işlədi. Belə yəni ki, qlobal bir şey baş vermədi. Yəni gəlişim Bu formada oldu. formada oldu. Serialı siz harda çəkmisiniz lokasiyalar olaraq? Biz çox yerdə çəkmişik. Əsas məhəlləmiz Sahil qəsəbəsində yerləşirdi. Orada geniş olduğu üçün həm o binalar bizə maraqlı gəldi. Biraz ümumi o 90-ların stilistikasını çalışmışıq saxlayaq. İstər evlərdə, nə bilim, məhəllələrdə, hətta küçədə hansısa bir xırda bir səhnə də olsa biz ona fikir verirdik. Sumqayıtda çəkmişik. 16 nömrəli məktəbdə çəkmişik. Sumqayıt ətrafında, hansısa küçələrdə falan belə. Əsasən Sumqayıt və Sahil qəsəbəsi olub. Amma orada mən serial başlayanda belə bir qeyd görmədim ki, bu hansısa bir keçmiş illərdə deyil, yəni müasir zamanda baş verir hadisə. Müasir zamanda bəli. Sadəcə olaraq biraz o nostalji hisslər tamaşaçı yaşasın deyə bu stilistikada doğru telefon var, maşınlar, müasir maşınlardır. Bir dənə telefonu və maşınları yığışdırsan 90 saymaq olar. Amma o bizim sujet xəttimizə biraz yəni düz gəlmirdi deyə onu eləyə bilmədik. Mənə maraqlıdır operatorla iş. Operatorla hansı tapşırıqların oldu? Məsələn, hansı nüansları sənin üçün önəmli idi ki, bunu operatora dedin ki, bax bu şeylərə diqqət eləyək bütün bölümlərdə, bütün seriallar boyu. Sözün açığı bu serialda demək olar ki, olmadı çünki operatorumuz Vasif Vəlizadə, yəni o istedadlı insandır və biz onunla mən demək olar ki, bütün filmlərimi, serialları Vasiflə işləmişəm. Bir film də olub ki, bədii filmdə Rauf Qurbanəliyevlə çəkmişik. Hansı filmdir o? Xəzər üzərində yerlənəcək. O Rus Moskvanla совместно bir iş idi. Kocheli nad Kaspiy adı belə gedirdi. O filmi Rauf Qurbanəliyevlə işləmişik. O daha çox melodrama tipli melodramadır. Amma Hasar filmidir, Mən buradayım ilahi filmidir, Vasiflə işləmişik. Ona görə bir-birimizi çox yaxşı başa düşürdük. Yəni bir dənə qısa bir sual verim. Hasarı Astarada çəkmişdiniz? Lerikdə çəkmişik, Gürdəsər kəndində. Okay. Yəni mən onun nəyisə görə daima səhv salıram. Deyəsən Orxanın filmi ilə səhv salıram ki, Astarada o Astarada çəkmişdi oturacaqları və sonra da kinomexanikin qayıdışı Orxan Ağazadənin deyir. Deyəsən. Ola bilsin ondan səhv salıram. Hasar da belə həmən kəndə biz belə deyim də 5-5, 6-6 qalxa bilirdik. Yəni həqiqətən gəlirdi bir dənə o buxanka maşınlar var ya. Ondan bir dənə təşkil eləmişdilər icra hakimiyyəti. Sağ olsunlar. Sağ olsunlar. Həqiqətən qalxmaq olmurdu. Evet. Bizim öz maşınlarımızdan biz ora qalxa bilmirdik. O da yağışa görə. Yağış yağırdı, yer olurdu belə gil kimi olurdu da. Qardaş lokasiya seçəndə verin. Baxın da hara gedirsiniz. Amma biz demək olar ki, Azərbaycanı yəni gəzdik də oranı tapana kimi. Vasiflə orada da işlədiniz. Vasiflə orada işlədik. Ondan sonra Mən buradayım ilahini çəkdik və mikrorayon. Yəni ona görə bir-birimizi çox yaxşı başa düşə bilirik. Yəni mən Vasifi son illərdə daha çox mən ola bilsin belə görmüşəm. Söhbət ondan getmir ki, adam ondan məşğuldur. Bu bir kino qurğusu var. O kamera adını həmişə unuduram onun. Stabilizator, Steadicam, daha çox Steadicamla işlədiyini görmüşdüm. Məndə bir ara belə bir təsəvvür yarandı ki, Vasif o istiqamətdə gedib sırf ancaq Steadicamla olan çəkilişləri eləyir. Amma sonra gördüm ki, yox. Mən deyirəm ki, Steadicamda Vasif, yəni belə deyərdim ki, ilk üçlükdədir. Mən Steadicam operatoru bir Ziyanı tanıyıram. Digərləri inciməsin məndən, amma və Vasif həqiqətən Steadicamda çox yaxşıdır. Amma biz bu serialda Steadicam istifadə eləmədik. Buna baxmayaraq. Təəssüf. Bizdə daha çox Çin kadrları idi və Vasif Çin kadrlarında da çox səliqəli işləyir.
Bir dəqiqə bir şey soruşum. Bu futbol səhnələrinin çəkilişi var birinci hissədə. Onu əldən çəkir. Ha, hamısı. Nə ilə çəkmisiniz? Hansı kamera işləyir orada? Biz Blackmagic-lə çəkmişik. Bütün serialı Bütün ümumiyyətlə serialı Blackmagic. Blackmagic-lə çəkmişik. Hansı növü ilə Blackmagic-in? O Bu necə soruşuram? Bizi izləyən sinemaya maraqlı olan kifayət qədər insan var. Onlar da maraqlı olacaq deyə və yaxud da yeni operator işi ilə məşğul olmağa başlayanlar, təhsil alanlar. Onlardan ötürü. Növünü bilmirəm, amma bilirəm ki, Blackmagic idi. Yəni ki, o tərəfin mən sırf Vasifdən soruşarıq, burada qeyd eləyərik. Hə, kommentariyada yazar. Master Prime idi obyektivlərimiz və Azərbaycana gəldi o obyektiv və ilk dəfə bizim setdə oldu. Belə yəni ki, Vasiflə o dediyin sualın cavabı odur ki, çox yaxşı bir-birimizə başa düşürük. Bəzi hallarda olurdu ki, misal üçün biz indi bunun stilistikası var da, siz görmüsünüz, mən daha çox kadrlardan istifadə eləmirəm. Yəni biraz film abu-havası istədim bu yaradım burada. Çünki mən özüm də ilk dəfə 12 serialıq bədii film deyim də buna. Çünki adı zaten elə gedir, çox serialı bədii film. Ona görə biraz istədik ki, film abu-havası yaradaq. Əslində o kadrlarla çəkmək mənə daha asandır. Montajını da yəni. Amma biz bu stilistikanı seçdik serialdan. Yaxın günlərdə belə bir söz eşitdim. Yadımda deyil kimdənsə, amma belə bir söz eşitdim ki, deyir Azərbaycanlı film müəllifləri, ümumiyyətlə film istehsalçıları serial deməyə çəkinirlər. Çox serialı bədii film deyirlər. Mən bilmirəm, yəni bu nə dərəcədə doğrudur ya yox, amma serialdır. Stilistikaya görə yəqin ki, bu yəqin söz ki, istifadə olunur. Yəqin ki, amma biraz da o söz necə deyim, mən deyərdim ki, orada işləyən insanların yükünü artırır. Məsuliyyətini artırır. Biz də ona görə hələ o sözə görə daha çox film kimi yanaşdıq buna. Hər bölümü bir film olsun istədik. Və düşünürəm ki, alınıb, yəni gələn rəylərdən falan. Hələ ki, məsəl üçün mən ikinci seriyanın altında belə bir şərh gördüm. Yazmışdı ki, adam təxmin məğz bu idi ki, bütün Azərbaycan bunu gözləyirdi ki, səbirsizliklə. Aktyor heyətinin yığılması mənə maraqlıdır. Çünki əksəriyyət gənc simalardır. Bəlkə əksər tamaşaçılar üçün baxmayaraq ki, fəaliyyətlər olub bundan öncə də simalar yenidir. Çünki ictimai televiziyada yayımlanır, bütün ölkəyə yayımlanır. Bu simanın tanınması üçün gənc aktyorlar üçün də çox bir yaxşı vasitədir, bir şansdır və sizin serialda da əksəriyyət gənclərdir. Heyəti necə topladınız? Düzdür, ssenariyə görə gənc olmalıdır. Məktəbliləri oynayırlar, amma onların içində universiteti bitirmiş şəxslər var. Neçə ildir artıq filmlərdə çəkilənlər də var. Amma gəncdir də kollektiv, əsas kollektiv məncə gəncdir, əsas personajlar. O prosesdə seçimlər necə keçdi? Bizdə kastla məşğul olan şəxs də var idi. O elə bizim baş qəhrəmanımızdır. Adil obrazını ifa edən Eltəkin. Bəzilərinin o təklif eləyirdi, bəzilərim misal üçün artıq serialda beynimdə idi, var idi ki, bu falan adam aktyoru seçəcəm falan. Məsələn, bəzi uşaqları İncəsənət Universitetində tamaşaya baxanda görmüşəmsə orada gözaltı eləmiş. Şəhriyar var, onu mən tamaşaya baxdım. Ağ bayraq idi desən adı tamaşaya. Baxdım və orada 5-6 gənc oynayırdı da, yəni. Nədənsə gözümü tutdu Şəhriyar, Daşqını canlandırır serialda. Və realistik gəldi mənə. Tamaşa yəni daha çox real o gəldi mənə. Ondan sonra məşqlər oldu. Yəni belə asanlıqla seçdi, gəldi, oynadı deyil. Çünki kamera ilə yoxladınız? Yoxladıq əlbəttə ki, kameranla yoxladıq, əvvəl telefonla çəkirdi. Mənim üçün əsas o idi ki, o ruhu ötürə biləcəklər mənə, yoxsa yəni başa düşüblərmi kim oynayır. Belə yəni ki, həm Eltəkin təklif eləyirdi, misal üçün bir obraza 3 nəfər, 4 nəfər. Belə seçirdik, seçdiyimiz adamı da mütləq ki, yoxlayırdıq. Yaxşı, Eltəkini necə seçdiniz? Əvvəldən ağlında var idi, yoxsa necə? Yox idi. Əvvəldən başqa aktyorları yoxladım, amma bir də gördüm ki, Adil elə yanımızdaymış. Eltəkini əslində Sevinç xanım da mənə təklif eləmişdi ki, necə bax, yəni dedi, özün bilərsən, bəlkə Fəridə çəkə bilərik. Biraz qaldıq üstündə Fərid obrazını Eltəkini çəkək. Sonra Ülvi Həşim gəldi kastinqa və mən Eltəkini
ümumiyyətlə çıxartdım serialdan. Hə. Dedim ki, yəni bu Fərid Ülvüdür. Yəni Eltəkin oynadığı obraz. Bəli. Sonra amma beynimdə o var idi ki, yerlərini dəyişəcəm də. Kontrast olmalıdır, hə. Dəyişdim yerlərini, təklif elədim Eltəkinin özünə. Dedi ki, birinci biraz yəni məsuliyyətli uşaqdır. Yəni məsuliyyəti hiss elədi ki, mən bu rolu darta biləcəm yoxsa yox. Ürək dirək verdik. Dedi ki, əlbəttə dartacaqsan. Yerindədir. Eltəkin izləyirsə bizi çox yerindədir, çox düzgün. Sadəcə məndə bilsən nə indi maraqlı gəlir. Mən hələ ki anlaya bilmirəm ki, burada əsas qəhrəman kimdir? Eltəkinin oynadığı şəxsdir, personajdır yoxsa Ülvinin? Belə deyim də, təəssürat odur ki, bunların yolu hardasa ayrılacaq, bir-birinə qarşı olacaqlar ya ayrılacaq. Mənim üçün şəxsən mənim üçün o 5 uşaq 5-i də qəhrəmandır. Çünki belə deyim də, orada Sabirlə də biz hansısa bir mesaj ötürürük, İdrislə də, Daşqınla da. Hərəsinin öz hekayəsi olduğuna görə mənim üçün 5-i də baş qəhrəmandır. Amma əsas mesajımızı biz Adilin vasitəsilə deyirik. Əsas filmin ana xəttini. Ona görə də təbii ki, Adil baş qəhrəman sayılır. Eltəkinin oynadığı, bəli. Çox yaxşı da öhdəsindən gəlib hər 5 uşaq, mən 5-ini də təbrik edirəm. Çünki həqiqətən məsuliyyətli işlərinə yanaşdılar və belə deyim də, elə vaxtlar olurdu ki, misal üçün gəlirdi, təklif edirdilər ki, onlar burada belə bir şey eləyim, nə bilim. Hərəsi özünə bir, necə deyim, o ştrix tapmaq istəyirdi ki, seçilsin. Razılaşdığım da olurdu, razılaşmadığım da olurdu, öz təkliflərim olurdu, misal üçün belə. Amma digər tərəfdən də peşəkar aktyorları götürür ki, biraz heç olmasa orada biraz mən yüngülləşim. Biraz rahat nəfəs alasın. Və mənə elə gəlir ki, bu ümumiyyətcə aktyor ansamblı çox yaxşı alınıb. Yəni hələ ki gördüyüm, tam səmimi deyirəm, mən çox bəyənirəm. Mən ona görə sevinirəm ki, həm gənclər çox gözəl belə deyim, o saxtalıq görünmür. Mən o günlər yazmışdım Facebookda bundan bağlı. Aktyor heyəti çox qəşəngdir. Gənc olmalarına baxmayaraq belə sanki artıq bir neçə layihə işləyiblər, tam keçiblər üzərindən. Məncə tamaşaçı kimi mən baxanda əsas sənin gözü vuran olur ki, saxta. O ruslar Naigrın istədiyi məsələ ki var. Onu görəndə sən soyuyursan. Mən ondan çox qorxurdum. Hətta deyərdim ki, birinci, ikinci bölümdən qorxurdum. Bunu hər yerdə deyirəm ki, daha çox tanışlıqdır 70%. Qorxurdum ki, dinamikası o olmaz. Bəlkə də dəfələrlə baxmışdım deyə montajda falan. Müəllif özü adətən onu görməyə çətinlik çəkir. Onu kənardan deyəndə istəyirsən, yəni bəzən dostlarımı dəvət edirəm ki, bilmirəm, baxın, bəlkə mən nə isə. Və gördüm ki, yox, belə həvəslə baxırlar da, yəni of belə şeylər hiss eləyirəm də, yəni. Amma 1 və 2-ci bölüm belə bir ajartaj yaratdısa, yəni 3-4 mənim üçün daha dinamik seriallardır və yavaş-yavaş hər şeyin üstü açılır və daha dinamikləşir serial. Onda 1-2-ni sən elə də dinamik görmürdün. 3-4-ü görürsən, amma insanlar üçün bu dinamikdirsə, onda 3-4 lap ekstra dinamik olacaq. Məncə hə. Ona görə digər tərəfdən biz peşəkar aktyorları da dəvət elədik. Düzdür, olanı da məsələn Məsmə xanım Aslanqızı bizə mənə dedi ki, mən 11-12 ildir mən çəkilmirəm. Yəni sənə ola bilər ki, biraz ağır olsun bu falan. Bir neçə aktrisanı dəvət eləmişdim. Onlar da peşəkar aktrisalardır. Sadəcə olaraq məşqlərdə falan nəsə o baharı görmürdüm. Ötürmürdü mənə o personajı. Bəlkə də digər başqa bir yerə onu seçsəydim, orada üstün olardı, yəni. Amma nəsə Məsmə xanımda dedim ki, Adilin anası hələ budur. Bahar budur. Özü də çox belə oxuyandan sonra da ssenarini çox bəyəndi və gördüm ki, ifa eləmək istəyir onu. Yəni bu tərəfdən belə momentlər də oldu. Amma şükür Allah ki, yəni düşünürəm ki, düz seçim eləmişəm. Yəni hələ ki gördüyümüz, indi bilmirəm, növbəti seriallarda bəlkə yeni personajlar da olacaq. Amma hələ ki, inşallah ki gördüklərimizdə hər şey qaydasındadır. Mən bir də məni təəccübləndirdi
sözün yaxşı mənasında montajda Fərəc Süleymanov adını görən Fərəc. Yo, mən bilirəm mən Fərəcin işlərini görmüşəm, hətta yayıma çıxmayan bəzi işlərini görmüşəm, onun montaja yanaşmasını görmüşəm ki, dinamikanı yaratmağı çox sevir və yaxşı da bacarır. Sadəcə mən nəyi görməmişdim? Mən görməmişdim ki, Fərəc hər hansı bir davamlı hansısa deyək ki 12 seriya və ya da serial kimi bir layihəni götürsün, onu işləsin. Onu mən görməmişdim. O daha çox filmi. Film daha çox özü də Hollywood filmlərinin estetikasında o montaj çox marağı var. Marağı var və onu bacarır eləməyi. Kinomandır, belə deyim. Amma Fərəclə işləmək mənə çox rahatdır. Çünki insanın öz fikri var, insanın öz fikrini deyir. Yenə də olur ki, razılaşıram, olur ki, razılaşmıram, amma 90%-dən razılaşıram. Çünki görürəm peşəkar adamdır və işini sevən adamdır. Fərəcdə belə deyim də rejissor tərəfi də var. Yəni, Fərəcin tək oturub kadra kleyləmək deyil də. Yəni oturub rejissora baxsın ki, o mənə nə deyir, onu eləyim. Öz təklifləri var və yaxşı təklifləri var və biz burada paralel montajlar eləmişik və o da onun təklifi idi ki, gəl bunu bəlkə paralel montaj aparaq. Yəni birinci seriyanı siz belə deyək də, sosial medianın dili ilə desək, hookla başladınız. O çox gözəl bir girişdir ki, izləyicini artıq qırmağa keçirirsən və sonra başlayırsan ona yavaş-yavaş göstərməyə hekayəni. Yəni xüsusilə o dövrdəki sosial mediada insanların diqqətini saxlamaq çox çətindir. Yəni mən bunu nəyə görə deyirəm? Montaj o qədər əhəmiyyətlidir bugünkü gündə. İstər filmdə olsun, istər serialda olsun. Xüsusilə bir var müəllif sineması çəkirsən, istədiyin kimi orada eləyə bilərsən. Bir də var ki, bu televiziya üçün sən bunu çəkirsən, serialdır. Hər şey nəzərə almalısan. Hər detal önəmlidir də o baxımdan. Ona görə misal üçün bizdə o dediyin kimi də o dinamikanı çalışmışıq montajla da saxlayaq. Çünki bir filmi montajla yaxşı da eləyə bilərsən və yaxşı filmi pis də eləyə bilərsən. Düzgün montaj eləməsən. Bəzi hallarda olurdu ki, məsələn mən deyirdim bu nəsə yordu. Gördüm Fərəci də yorur. Nəsə fikirləşirdik, tapırdıq ki, səhnəni belə deyim də xilas eləyə bilək. Belə deyim. Bəzən çıxartdığım səhnələr də olub, amma çox az olub. Görürəm ki, dinamikanı öldürür və bu səhnə çıxsa heç nə dəyişməyəcək, çıxartmışıq. Elə də olub. Çox az olub, amma olub. Belə deyim də, o dönəmi artıq biz Gəray ilə, Pərvizlə ssenaridə həll elədik. Ssenaridə həll elədik. Nələrsə çıxartdıq, nələrsə əlavə elədik falan, amma ona görə biraz çəkiliş vaxtı asan gəldi. Bax, mənə maraqlı olan tərəflərdən biri də Orxanı, personajların hələ hamısının adını yadda saxlamamışam, yeni deyə daha çox süjeti istəyirəm. Azikdə adı. Orxanı nətər həmən pozisiya seçdin? Çünki Orxan bundan öncə Hilal Baydarovun filmlərində biz Orxanı görmüşük. Bilmirəm, ondan əlavə Türkanın qısa metrajında səsləndirməni edib, amma mən xatırlamıram, bəlkə oynayıb, mən xatırlamıram, amma belə, yəni oradan müəllif sinemasından gəlib belə bir personaja çıxması. O da ayrı bir istoriyadır. Orxan məni daha çox cəlb elədi vizualına görə. Çünki çox yaxşı insandır, yəni ki, yaxşı oğlan əsas o söz var, Orxanın üstündədir. Orxan İskəndərlidən söhbət gedir. Salamlayırıq. Çox mərifətli, qanacaqlı, belə yerin bilən. Amma çox mərifətsiz bir adam oynayır. Amma kontrast vardı orada. Amma Orxan vizualı mənə daha çox cəlb elədi və dedim ki, sinemada istifadə edilməmiş bizdə, yəni bu növ sinemada istifadə edilməmiş və bu konseptdə istifadə edilməmiş. Heç vaxt serialda olmayıb da, daha çox müəllif filmlərində olub. Və kastingi də keçəndə orada bir səhnə var idi. Mən daha çox Orxanla o səhnəni məşq eləmək istirdim ki, görüm bunun o biri tərəfi necədir. Məsələn, orada hissənmə yeri var idi. Hissənir. Və gördüm ki, Orxan o qədər yaxşı oğlandı ki, hissənə bilmir. Ay Orxan, deyirəm, biraz живой ol. İlkində işə biraz живой ol. Hissənə bilmir. O sonra oturduq fikirləşdik ki, bunun xəttini, Azik xəttini sakit, təmkinli, yəni tez özündən çıxmadan, yəni hər şeyi düşünülmüş şəkildə eləyir. O personajı Orxanla razılaşdıq, elə apardıq o xətti. Amma serialın içində bir səhnə var idi, çəkirdik. Səhv eləmirəmsə
3-cü bölümdə olacaq o səhnə, səhv eləmirəmsə. Elə o vaxtda yəqin ki, bu podkastda yayımlanar. Hə, inşallah. Səhnənin sonunda Orxan, yəni mən istədiyimi heç mən ona deməmişdim ki, səhnənin sonunda belə bir şey eləyərsən. Yəni gəldi orada elədi və əsəbləşdi doğrudan. Sonra gördüm ki, o bu tərəfi də qəşəngdir, yaxşıdır. Amma bu məşqdə niyə eləmirdim biz? Bəlkə başqa cür aparardıq, amma yenə də mənə elə gəlir ki, düz qərar vermişik. Çünki Azik personajı digər ətrafında olan Kazımdan və digərlərindən fərqlənir. Kazım Elşən canlandırdı o personajda Əsgərovunu. Rauf obrazından fərqlənir, onlardan bu daha çox təmkinlidir, amma qərarı sonda bu verir misal üçün. Ona görə mənə elə gəlir ki, düz elədi yəni oradakı hamısı eyni olmasında bir-birindən fərqlənsin obrazlar. Və mənə elə gəlir ki, bu seriala baxan tamaşaçı özünü görəcək orada. Kimlərsə ya özünü, ya dostunu, ailəsindən kimisə falan. Əfsuslar olsun ki, belə şeylər baş verir, amma yəni düşünürəm ki, bizdə biraz serial şaxəlidir də, yəni orada başqa xəttlər də var, başqa problemləri də çalışmışıq ki, ya həll yolunu deyək, ən azından göstərək ki, bax, ay bala, ay uşaq, bu yolu getsən, sənin sonda seçimin bu olacaq. Bu yoldan yarıdan qayıtsan, nə o ziyan yarısına qayıtmadı. Nə qədər bacarırsansa, getmisənsə tez qayıt. Çünki bu küçə həyatından heç kim xeyir tapmayıb. Dünən mənim bir şey narahat elədi. Mən fikirləşdim ki, bu serial sənin indi dediyin məsələ var, əks təsir göstərə bilər, əks reaksiya ola bilər fikir keçdi ağlımdan. Və eyni zamanda onu düşündüm ki, deyək ki, biz təxminən həm yaşadığında 90-larda məktəbə getmiş və 2000-lərin əvvəllərində məktəbi bitirmiş nəsil. Bir tərəfdən düşündüm ki, bəli, həqiqətən mənim ətrafımda da bu məsələlər var idi və məktəbdə o Adil personajının sərgilədiyi həyat tərzini və getdiyi məsələ var idi. Sonra Orxanın canlandırdığı personaj kimi insanlar var idi və o insanların bəziləri həbsdədir indi, bəzilərinin həyatı məhv olub, bəziləri, məsəl üçün mən bir dəfə biri ilə yol yoldaşı olduq, o peşmanlığından danışırdı, deyirdi, kaş ağlım olardı, oxuyardım. Amma yeniyetməyə bunu izah eləmək mümkün deyil. Sən o qanun qaynayan vaxtda ya onu yönləndirəsən arasa idmana enerjisini sərf edəsin, ya nə bilim elmə marağı varsa orada. Məsəl üçün Ülvi Həşimin canlandırdığı personaj ki var. Mənim oxuduğum məktəbdə idmanda yaxşı uğurlu olan, amma bunu kimisə döymək üçün, kimisə nəsə ziyan yetirmək üçün və bu formada özünü yaxşı göstərmək məsələlər var. Yəni bu vardı, yəqin ki, əksər məktəblərdə olub. Halbuki həmin insanlar idmanın dalınca getsəydilər, bəlkə indi dünya çempionu ya Avropa çempionu olardılar. Məşqçi kimi də bəlkə fəaliyyət göstərdilər, amma həyatları tamamilə başqa istiqamətə getdi. Bu yəqin ki, bütün dövrlərdə olub. İndi də mən əminəm ki, bu var, şübhə etmirəm var. Bir də paralelinə baş verdi. Türkiyədə bu məktəblərdə qətl hadisələri baş verdi. İndi bizdə bu son günlərdə bir məktəbli spirt deyəsən sinif yoldaşı bullyinqə məruz qoyub onu. Ən azından deyilən ilkin mərhələdə deyilən məlumatlar bunlardır xəbərlərdə. Yəni bunların hamısının fonunda sən bu serialın nə qədər əhəmiyyətli olduğunu başa düşürsən. Amma o sual yenə də mənim üçün açıq qalır ki, bu əks təsir göstərə bilər də, biraz da insanların ona marağını artıra bilər. Siz bunu nətər həll eləmisiniz süjetdə, yəni yekunda buna baxan başa düşəcək ki, yox bunun sonu yoxdur bu yolun, yoxsa necə? Biz belə deyim də, məsəl üçün türk seriallarında həmin o bu işlə məşğul olan mafiya başçısı deyim, nə bilim, onu mən də başa düşürəm ki, çox qaldırırlar və eləyirlər, belə deyim, qəhrəman eləyirlər. Və millət başlayır sevməyə, pərəstiş eləməyə həmin adama. Bizdə elə düşünürəm ki, elə deyil. Nəyə görə? Bizim serialı başa düşmək üçün sən bunun 12 seriya, 12-sinə də baxmalısan. Bəzən tamaşaçı olur və yaxud da kimsə bizim sferadan birinci seriyaya, ikinci seriyaya baxıb bir şərh bildirir. Yəni sən deyə bilərsən ki, mənim xoşuma gəldi və yaxud da xoşuma yoxsa mən elə fikirlərə açıq adamam. Amma şərh bildirməyə misal üçün gələk 12 bölümə baxasan ki, sən biləsən bu hekayənin sonunu biləsən. Əlbəttə ki, yəni biz bunu, amma bəzi xəttlərimiz var ki, misal üçün 4-cü bölümdə olacaq. Yəni onu bitirəcək 4-cü bölümdə. 4 seriyaya biz onu demiş olacaq o mesajı bəli. Ola bilər kimsə sevilsin. Məsələn biz bunu müzakirə edirdik da kanalın özündə rəhbərliklə
ki, elə eləyək ki, o əks təsiri olmasın. Yəni bacardığım qədər eləmişəm, amma yenə də orada da deyirdim ki, o bizdən asılı olan bir şey deyil. Yəni bizdən asılıdır, amma hansısa personaj seviləcək təbii ki. Hansı mənfi personaj, aktyor çox yaxşı və xarizmatik oynayacaq. Ola bilər. Yəni, bu da olmalıdır ki, seriala maraq olsun. Danışılsın, baxılsın. Bizim istəyimiz odur ki, baxılsın və biz demək istədiyimizi daha çox adama deyək bu serialla. Amma tam o əks təsiri inanmıram verəm. İndi baxır kim hansı gedişatda daha fikirlə baxır da, yəni ki, sağlam fikirli adam sağlam şeyləri götürəcək oradan. Amma bizə deyə bilərlər ki, elə sağlam fikirli adam elə zaten sağlam fikirli adamdır da, siz sağlam fikirli olmayanlara target eləyin, onlar hədəfiniz olsun. Yox, təbii ki, bu misal üçün deyirəm, bu şeydən zövq alan insanlar var. Çox uşaqları mən də görmüşəm ki, həqiqətən istedadlı olub, istər idmanda, istər başqa bir sahədə bədbəxt olub da, yəni ki, əslində idmanı da alacan geçsəydi, yəni haralarda olardı. Sən dediyin kimi, o kimsə döymək üçün, güc yığmaq üçün. Həkimlər necə ki, and içir, idmançılar da and içir ki, biz burada zalda öyrəndiyimizi kənarda kimsə üstündə göstərməyəcəyik. Kimsə müdafiə eləməyə istifadə edə bilərsən və yaxud da yarışlarda. Özü və yaxud da özündən zəif kimisə müdafiə eləmək. Mən elə idmançılar da görmüşəm, bəzən o söz-söhbətdən qaçıblar. Bilir ki, indi misal üçün də bu qolu qüvvətlidir. Görmüşəm ki, hiss eləmişəm ki, yəni qorxmur, sadəcə olaraq öz andını yerinə yetirir də, şey eləmir. Halbuki yəni hansısa bir fən istifadə eləsə və yaxud da nəticəsi az-azarlı olar. Düzdür, bu barədə ssenaristlə danışmaq məncə daha uyğun olardı, amma yekunda o mən Facebookda da qeyd eləmişdim, bütün nüanslara görə yekunda rejissor cavabdehdir deyə. Yəni o filmdə, serialda yaxşı olsa hamı yaxşı olur, pis olsa ilk növbədə rejissor pisdir. Çünki yekun hər bir səhnəyə, hər bir yekun materiala sən okey verirsən də. O baxımdan düşünürəm ki, səninlə də bunu danışsaq yaxşı olar. Mən bir video gördüm, hazırlamışdı, Instagramda qarşıma çıxdı ki, birəbir bəzi səhnələr və yaxud da süjet rusların keçən il daha çox deyəsən dəbdə oldu, ya iniş ili xatırlamıram artıq. Slova Patsana serialı var idi ki, 90-cı illər ya 80-ci illər Rusiyanın hansı bir yerində baş verən hadisələr, belə buna bənzər yeniyetmələr məktəb onu göstərirdi. Buna münasibətin nədir? Bu barədə nə deyə bilərsən? Hansısa bir işdən qaynaqlana bilərəm. Onu kimsə yığmışdısa, o necəsə, yəni uğurlu yığmışdı. Uğurlu yığmışdı. Amma futboldur da, futbolu necə çəkəsən? Yəni orada qeyri-adi nəyə eləyə bilərsən ki, misal üçün. Və düşünürəm ki, mən Slova Patsanaya baxmışdım. Hətta serial çəkməmişdən qabaq baxmışdım. Sadəcə olaraq bir qaynaqlanmaq üçün, nəyisə götürüb birə-bir eləmək üçün yox. Ki bu tərzdə kimsə nəsə çəkibsə, onlara da baxaq, görə nə iş görüblər. Yəni bu normal bir şeydir əslində və yaxşıdır ki, o serialla müqayisə olunur bugünkü gün bizim serial. Çünki mən sözün açığı büdcə məsələsini danışmaq xoşlamıram. Çünki elə şeylər var ki, o büdcəyə heç bir aidiyyatı yoxdur. Sırf elə rejissorun işindən gedir söhbət. Sən o dramaturji xətti saxlamaq, onun büdcəyə aidiyyəti var. Aktyorla işləməyin büdcəyə aidiyyəti var. Bunun büdcən 100 milyon deyiləsən, eyni şey olacaq. Çatma olmaz, düzdür. Amma yenə də deyirəm, nəyəsə baxıb qaynaqlana bilərəm. Bu da normal bir şeydir. Mən bir dəfə yadımdadır ki, Zvyagintsevin bir kadrla istirdim. Bir istifadə edeyim və eləyə bilmədim. Adi kadr idi maşında, elə qurmuşdular ki, onu çox və onu kopyalaya bilmədim. Amma bəli, qaynaqlanmaq, hansısa serialdan nəsə misal üçün belə aktyor oyununa baxmaq ki, necə bu şeylər olur, bu hamıda olur. Amma biz ola bilər ki, sujet xəttində də nəsə oxşar bir şeylər olur. Çünki vur-tut bu sujet xətti oxşardır. Bayaq dediyimiz kimi də xüsusilə postsovet məkanında bu problem eyni, kökləri eynidir və onun həyata keçməsi eynidir. Ona görə məncə oxşaya bilər. Orada yəni nə eləsən də hardasa toqquşacaq, hardasa oxşayacaq bir-birinə. Amma indi biz başqa cür yanaşmışıq, onlar başqa cür yanaşıb. Yəni bizim sujet xəttinin Slova Patsananın bir dənə o çöl uşaqların o olmağıdır. Tamaşaçılar digər seriallara baxdıqca görəcəklər ki, biz tamam ayrı bir şey eləmişik. Mən o seriala baxanda
doğrudan da məndə də bir nostalji bir hisslər oldu. Çünki onların elədiyi zarafatı biz də eləmişik. Öz Əfsuslar versiyamızda. olsun ki, eləmişik. Yəni iyrənc zarafatlar idi, nə bilim kiməsə. Amma olub da, yəni uşaq vaxtımızda olub. Yəni biz hətta dedim ki, orada bəlkə şey görəcəm, biz o vaxtı taxtanı qırırdıq, siqaret elə çəkirdik ki, əlimizdən iyi gəlməsin və yaxud da nə bilim. Çoxdur da, yəni ki, o qədər olur ki, o siqaret çəkmək sizin sağlamlığınıza ziyandır, bəli. Yəni deməyim odur ki, bu kimi şeylər misal üçün bizim də həyatımızda olub. Ona görə bunların bir-birinə oxşaması normal bir şeydir məncə. Deməli bu məsələnin həllinə nail olduq nəhayət ki. Bax, məndə yaranan təəssürat aktyorlarla bağlı odur ki, bura gözəl bir meydan olacaq. Aktyorlar ki, burada gənc aktyorlar rol alıblar və bundan sonra onlar daha çox filmlər və seriallarda çəkiləcəklər. Hə, bu baxımdan mən düşünürəm ki, serialın qatqısı çox böyük olacaq bu sahəyə. Mən gedişata baxıram və məndə ilk ağlımda yaranan sual indidən odur ki, ikinci sezon olacaqmı və gözlənilirmi? Yoxsa bu serial bitənə yaxın ya bitəndən sonra artıq məlum olar? Elə bir söhbət olmayıb ikinci sezondan. Amma mikrorayon haqqında çox danışmaq olar. Yəni bu 2 də ola bilər, 3 də ola bilər, aktyorlar dəyişilə bilər. Yəni niyə də yox? Niyə də yox? Amma bilmirəm, qismət. Yəni olsa nə yaxşı, olmasa da biz onsuz da bu 12 bölümdən istədiyimizi məncə əldə eləmişik. 50% də olsa eləmişik. Okay, 2 seriyada yaxşıdır, 12-yə də baxaq. İnşallah 12 seriyanı bitirəndən sonra kimsə bu podkastı görsə, bu buraxılışı, burada fikrini yazsın. Sizcə nə cürdür? Yəni həqiqətən filmin çox seriyalı bədii filmin rejissoru Qulu Əsgərov dediyi kimi həqiqətən belədirmi? Mən uğurlar arzu etmək istəyirəm sənə. Mən çox sevindim həm sənin adına, həm o titrlarda adı olan bütün heyətin adına, aktyor heyətinin adına çox sevindim. Bu qədər gənci bir yerdə görmək, onlarla həm yaxşı iş ortaya qoymursunuz. Ümid edirəm ki, daima işləməyə çoxlu mövzularınız və mövzuları maliyyələşdirən həm prodüserlər, kanallar, nə bilim, sponsorlar olsun. Bir dəfə biri bu yaxınlarda deyirsən, özün rejissorsan, nətər şey, niyə rejissorları çağırırsan? Deyirəm, mən zövq alıram da bundan. Həqiqətən zövq alıram, çünki bu yeni nəslin yetişməyi bizim artıq 35-36 yaşımız var. Gənc rejissor olaraq deyirik, amma belə bir dönüb hərdən bir o tərəfə baxanda Avropaya, ABC-a, nə bilim, Rusiyaya falan baxanda görürsən ki, yəni artıq gənclikdən bir addım o tərəfə qoyuruq da, orta yaşa doğru gedirik. Hə. Ona mən sevinirəm həm yaşıdlarımın yeni uğurlu olanda, onu duyanda ki, bu yaxşı iş görüblər də. Həm də bir motivasiyadır da insana. Motivasiyadır, əlbəttə bu sahə inkişaf edəcək də. Yəni tam əgər fərz edək bugünkü gündə televiziyalarda 5 dənə fərqli serial çıxsa və biri o birindən maraqlı olsa, tamaşaçı bir gün birinə baxsa, o biri gün birinə baxsa və hamısı haqqında danışsa, yəni sən təsəvvür edək ki, pulunu şadlıq saraylarına, nə bilim, altı moyka üstü çayxanalara yatıran insanlarda da bir gün o dınq eləyəcək ki, bəlkə buna da pul yatırıq. Bu formada ümumi sənaye, sinema sənayesi inkişaf edir. Əlbəttə. Mən digər kolleqalarımın işlərinə də baxıram. Maşallah olsun ki, yəni çox inkişafa doğru gedirik. Və yenə də deyirəm, daha da imkan yaradılsa, biraz da çox, əlbəttə ki, daha yaxşı işlər ortaya qoya bilərik və əsas odur ki, biz dünya bazarına çıxa bilərik. Dünya bazarına çıxsaq, bu sahədə çalışan insanlar, belə deyim, kef eləyəcəklər. Onun üçün çalışmaq lazımdır. Bu arada bayaq mən bu barədə düşünürdüm. Elə onu da soruşum. Bu şey barədə düşünmüsünüz yoxsa bu artıq kanal buna qərar verə bilər ki? Məsələn, mən düşünürəm ki, Mikrorayon serialını postsovet ölkələrinə dublyaj edilsə, keyfiyyətli dublyaj edilsə, satmaq olar. Niyə də yox? Ən azından postsovetdə ol, bəlkə ərəb ölkələrindən satmaq olar. Niyə də yox? Onu artıq kanal rəhbərliyi düşünürəm ki, onlar buna necə deyim, qərar verirlər, amma əlbəttə hansısa ölkə istəsə niyə də satılmasın ki, yəni düşünürəm ki, istəyərlərsə. Ona görə də biz hər şey sonunda bitəndə biz 12 seriyanı bir də təhvil veririk telekanala və onlar onu düşünürəm ki, onun üçün nəzərdə tuturlar. Birdən məsələn dünya bazarına çıxması hansısa bir ölkə istəyər, biz onlara təmiz variantda veririk və indi dublyaj olunur. Xam material da verirsən. Yox, xam material yox. Yox, 12 seriya təmiz, amma
belə deyim də bulursuz, nə bilim, başa düzsüz, düşdüm. zadsız da belə söyüşləri zadı Bildim, təmiz verir. İndi onlar özləri necə tək elə olsun ki, yəni o mərhələyə gələk çataq. Əla. Tək mənim yox, bütün bu işlə məşğul olan insanların, kolleqalarımızın işləri də satılsın. Bu bizə xeyirdir də, yəni ki. Düzdür. Bu sahədə işləyən aktyorundan tutmuş, nə bilim, rəssamına, adi fəhləsinə, çayçısına qədər hamısı da xeyirdir. Sağlam rəqabət məncə aparmaq lazımdır hər zaman. Yəni belə deyim. Məndə heç vaxt paxıllıq olmayıb. Ağ paxıllıq olub. Ruslar demişəm, belli zavist. Necə daha yaxşısını edeyim, hə? Hə, elə olub ki, məsəl üçün indi Azərbaycanda tək yox, digər ölkələrin məsəl filmlərinə baxmışam demişəm, ayda kaş ki bunu mən çəkərdim. Yəni belə bu tərəfdən olub. Biz də inşallah ki o dərəcəyə gəlib çatarıq. Niyə də yox? Çünki bizdə həqiqətən deyirəm, çox istedadlı aktyorlarımız var. Bütün potensial var da. Hə, çox yaxşı ssenaristlərimiz də var falan. Sadəcə olaraq biraz daha dərin bu haqda düşünmək və ancaq necə deyim, hər dəfə bir addım da atmaq lazımdır və düşünürəm ki, heç kim içimən qarışıq elə həvəslə düşməyək. Düzdür. Təşəkkür edirəm gəldiyinə görə, vaxt ayırdığına görə. Deyirəm ki, növbəti seriallarda həvəslə izləyəcək və daha çox insan izləyəcək, kütləsi daha da artacaq. İctimai televiziyanın kanal rəhbərliyində demək istəyirəm ki, dublyaj eləyin və satın bu serialı xaricə. Buna da məncə bir bölmə ayırmaq lazımdır ki, sırf o insanın məşğuliyyəti olsun və xarici bazarlarda axtarsın ki, hara satmaq olar da, başqa cür bu iş irəli getməz deyə düşünürəm. Bizi izləyib dinləyənlərə demək istəyirəm ki, yəni biz Mikrorayon serialının süjet baxımından üzərində çox qala bilərdik, danışa bilərdik. Amma düşünürəm ki, bu serial tam bitsəydi, yəni bütün serialları izləsəydim daha rahat olardı. Amma bu mövzu o ruslar demişkən nabalevşi bir temadır da. Yəni ağrılı yerdir. Hə. Bu var, olacaq. Mən çox ümid edirəm ki, kimsə yeniyetmələrdən bu seriala baxar, nətərsə rastlaşar və həyatında bu serialda göstərilən məsələlər əgər yaşanırsa, düzgün istiqamətə doğru yolunu dəyişə bilər. Əgər düşünürsünüzsə ki, artıq çox batmısınız, əmin olun ki, həmişə geri yol var və əmin olun ki, həyatın sonu deyil. Mən nəyə görə bunları hamısını vurğulayıram? Özümüz bunları görmüşük. Yəni o yol kəsişməsində insan olur istər. Yeniyetməlik vaxtında sən elə gəlir ki, hər şeyi bilirsən, artıq bundan da həyat bitəcək, amma belə deyil də həmişə. Bizim birinci serialın sonunda, son səhnəsi də hələ o seçimdir. İki yol var və Adilin səhv seçimi belə deyim, ona baha başa gələcək. Bir müddət və çox spoiler vermək istəmirəm ki, insanlara maraqlı olsun baxmaq. Belə 5 nəfərdə, 10 nəfərdə, 1 nəfərdə hətta bizim serialdan bir yaxşı bir nəticə çıxartsa, yəni o artıq mən hesab edirəm ki, bizim uğurdur, tək bizim uğurumuz deyil, xalqımızın uğurudur, belə deyim. Düzdür, bir nəfər sən xilas etdiyin o Quranda yanılmıramsa deyirsən bir nəfəri xilas etmək, bir nəfərə həyat vermək, bütün bəşəriyyəti xilas etmək kimidir. Hə, o baxımdan bu yolda sizə uğurlar arzu edirəm. Bizi izləyib dinləyənlərə demək istəyirəm ki, əgər bu kanala ilk dəfə bu videoyla rast gəldinizsə, bizə abunə deyilsinizsə abunə olun. Mikrorayon serialı ilə bağlı fikirlərinizi yazın. Ola bilsin biz hansı nüansları qaçırmışıq, bu tam normaldır. Ola bilsin orada hansı belə bir nüans var ki, mən ümumiyyətlə ona toxunmadım, mənim nəzərimdən qaçdı. Siz yazın, siz görmüsünüz bunu. Yazın ki, bax bu nöqtələr var, siz bunun haqqında danışmadınız. Ola bilsin ki, nəyisə bəyənmirsiniz, onu da qeyd edin. Mütləq. Hə, serialın istehsalçıları izləyəcək, sizin şərhlərinizi, fikirlərinizi burada da yazın. Yəqin ki, elə oxuyursunuz da hər serialın altında şərhlərdə ki, oradan da nələrsə götürəsiniz. Hə, oxuram, amma artıq 1000-dən çoxdur kommentariyada. Çatdırmam, mən də iş çoxdur deyə deyirəm ki, tam serial bitsin və bir günümü ayıracam ona. Amma belə oxuyuram şərhlər, yəni 99% yaxşıdır və tamaşaçılara təşəkkür eləmək istəyirəm ki, 1 saatlarını bizə ayırıb baxırlar və yenə deyirəm, kütlə nə qədər çox olsa, biz bir o qədər də insana öz mesajımızı deyə biləcəyik və düşünürəm ki, bu serial artıq səs-küy salıb məncə. Məncə getdikcə daha çox olacaq. Yavaş-yavaş hər seriya çıxdıqca insanlar baxıb biraz da daha dostlarına tövsiyə edə bilər. Yəni deyirəm, bu serialın rejissoru olaraq mən birinci, ikinci bölümdən daha çox qorxurdum və
Artıq rahatsan. Artıq rahatam. 3-4 getdikcə Daha bu çox daha action çox olacaq. action olur, bəli, maraqlı olacaq, dinamik olacaq və bir şey mənim çox xoşuma gəldi. Dedilər ki, biz vaxtın necə keçdiyini bilmirik. Hə, bax o var. Mənə elə gəlir ki, bu montajçının uğurudur. Montajda Yox, çox təbii ki. Amma tək montajçının da yoxdur. Yəni bu kompleksdir. Aktyor oyunu, süjet və s. Hamısı bir-birini tamamlayırdı ya. Sadəcə vizual olaraq sən nəyisə baxanda gözün darıxmaması üçün o montaj tərəfi daha çox rol oynayır deyə mən deyirəm ki, montajçının uğurudur. Amma bu o demək deyil ki, başqalarının əməyi nəzərimizdən qaçır, yox. Hamı komanda, yəni mən deyirəm bu bir əfsuslar olsun ki, elədir, iş pis olanda rejissorun üstünə atırlar. Amma yaxşı olanda hamı xoşbəxtdir. Hamı xoşbəxtdir. Əlbəttə ki, yəni insan belə deyim də, yəni biz bu serialı 55 günə çəkmişik. Və 55 gün İkinci rejissorumuz kim idi? Murad Mustafayev. Əməlləşdirmədə salamlayırıq. İkinci rejissor çox əziyyət çəkir. Çox əziyyət çəkib, haqqını Allah eləsin, amma o da peşəkar insandır. Yəni mənimlə bir neçə filmlərimdə də Murad olub. Dediyini elədi də, yəni ki, dedi 55 günə. Biz hətta birinci hesablayanda 57 gün gəlib çıxmışdı, amma eləyə bilmirdik də. Yəni o Sevinç xanım dedi ki, yox, tək yaxşı olsun serial. 1 gün, 2 gün 3 gün rol oynamır, problem deyil. Amma elə elədik ki, yəni çox cızığımızdan çıxmadıq da, yəni. Mən prodüserləri də başa düşürəm, çünki vacib şeydir əslində. Prodüser, yəni istəmirəm kimsə misal üçün iş deyə başa düşürəm, yəni amma bir çərçivə var da. Çərçivə var. Onu bacarırsan. Mən sırf ancaq özümü düşünüm ki, mən onu istəmirəm eləyim və eləməmişəm də heç vaxt. Bəlli bir gün var, plan var ki, buna çəkilməlidir. Yəni imkan buna çatır. Və çalışıram həmişə ki, onu yerinə yetirim. Sevinç xanım da sağ olsun ki, o da bizi başa düşdü. Dedi ki, yəni 3 gün, 4 gün, 5 günə qədər heç bir problem yoxdur. Mən zaten onu gözə almışam. Düşünürəm ki, çox ziyana salmamışam onu. Ümid edirik. Dostlar, mən sonda qeyd etmək istəyirəm ki, bir daha əgər podkast və çəkilişləriniz varsa, gəlib bizim studiyada edə bilərsiniz. Bunun üçün bizimlə əlaqə saxlaya bilərsiniz videonun altındakı sosial media hesablarından. Bir daha təkrar etmək istəyirəm ki, bizim layihəyə sponsor kimi də qoşula bilərsiniz. Keçən buraxılışda demişdim, yanılmıramsa, tütün məhsulları, spirtli içkilər və energetik içkilər xaric başqa bir məhsul və yaxud da xidmətiniz varsa, bizdə sponsor kimi çıxış edə bilər. Kanala abunə olun. Bir də qeyd edim ki, bizi podkast platformalarında da dinləyə bilərsiniz. Yəni Apple Podcast-da, Spotify-da və digərləri, yəni çoxlu platformalar var ki, siz orada podkast kimi adam yazıb tapıb və onlayn formada da podkast platformasından dinləyə bilərsiniz. Sonda isə həmişəki kimi çalışın, sağlam və xoşbəxt olasınız. Bu çox vacibdir. Belə, hələlik. Sağ olun.